Salam uşaqlar, bugünkü dərsimiz olacaq. Ən böyük ortaq bölən əbob. Gəlin Namazovda səhifə 15-də olan tapşırıqlara baxaq. Verilmiş ədədləri sadə vurğulara ayırmaqla onların ən böyük ortaq bölənini tapın. Uşaqlar, deməli, belə qaldıraq. Bütün suallar düşsün. Hər hansı bir istənilən ədədin əbobunu tapmaq istəyiriksə, birinci onun vurğularını ayıraq. 2'ye 12, 2'ye 6, 2'ye 3, 3'e 1. 36, 2'ye 18, 2'ye 9, 3'e 3, 3'e 1. Her birini vurğulara ayırandan sonra ortak vurğular seçilir uşaqlar. Ortaklar 2, 2 ve 3. Onda yazıram. Əbob 24 ve 36. 2 vur 2 vur 3. Cavab 12. Yani 24 ve 36'ya bölünür. En büyük ədəd 12'dir. Başka birine baxaq uşaqlar. 3'e baxaq. 64 ve 56. Eyni anda da vurğulara ayırmaq olar uşaqlar. İndi onu da öyrədəcəyik. 64 2'ye 32, 2'ye 16, 2'ye 8, 2'ye 4, 2'ye 2, 2'ye 1. 56 2'ye 28, 2'ye 14, 2'ye 7, 7'ye 1. Ortaq vurğularımıza nəzər salaq. 2, 2, 2. Başka bir vurğumuz yoxdur. Onda əbob 64 ve 56. 2 vur 2 vur 2. Cevap 8. Uşaqlar, bir də eyni anda vurğulara ayırmaq olur. Necə? 45 ile 60'ı eyni anda ayırır. 45 ile 60 her ikisi 5'e bölünür. Burada qalır 9. Burada qalır 12. Her ikisi eyni anda 3'e bölünür. Burada qalır 3. Burada qalır 4. 3 ilə 4'ün ortaq, yəni eyni anda bölündüyü bir ədəd var ki, 3'ü 3'e bölürəm 1. 4'ü 2'ye bölürəm 2. 2'ye bölürəm 1. Ortaqlar hansı oldu? Yəni eyni anda bölünən 3 ve 5. Onda 5'i 3'e vuraram. Əbobumuz olar 15. Gəlin 210 ilə 350'ye baxaq. Bu eyni anda vurğulara ayırmaq uşaqlar çox rahatdır. Hər ikisi 7'ye bölünür. Hansı ki eyni anda bölünür? Yanına bir işarə qoyunca bilin. Burada eləyir 30, burada eləyir 50. Hər ikisi eyni anda 2'ye bölünür. Burada eləyir 15, burada eləyir 25. Hər ikisi eyni anda 5'e bölünür. Burada eləyir 3, burada eləyir 5. Artıq ortaq yoxdur. 3'ü 3'e bölürəm 1, 5'i 5'e bölürəm 1. Ortaqlar hansıdır uşaqlar? 7, 2, 5. Onda 7'ni vururam 2'ye vururam 5'e. Cavab eləyir 70. Digər misalların hamısını da rahatlıqla tapa bilərsiniz uşaqlar. Hansı misalda çətinliyiniz olsa şərh bölməsində qeyd edin. İkinci tapşırığa baxaq. Deyir, şifahi tapın və cavabı əsaslandırın. Əbobun digər bir qaydası var uşaqlar. Əgər ədədin biri digərinə bölünürsə, əbob kiçik ədədə bərabərdir. 60'ı 20'ye bölmə olur ha. Onda demə əbob neçədir? 20. 56 14'e bölünür. Əbob 14. 90 30'a bölünür. Əbob 30. 88 22'ye bölünür. Əbob 22. 108 36'ya bölünür. Əbob 36'dır. 150 25'e bölünür. Əbob 25'dir. Digərdə 69 23'e bölünür. Əbob 23. 80 16'ya bölünür. Əbob 16'dır. Üçüncü tapşırıqda deyir, bərabərliyin doğru olması üçün dəyişənin bir neçə qiymətini tapın. Uşaqlar, burada baxıram ki, biz nə dedik? Əgər ədədin biri digərinə bölünürsə, əbob kiçik ədədə bərabərdir, düzdür. Əgər 36'ını aya bölsəydim, əbob a olardı. Amma burada nə yazıbdır? Əbob 36'dır. Deməli, mən a-nı 36'ya bölmüşəm ki, əbob kiçik ədəddir. Onda a-nın yerinə necə durur uşaqlar? 36 qoyaram, 72 qoyaram, 108 qoyaram və s. Burada baxın.
Əbob kiçik ədəddir. Deməli 12 M-ə bölünüb ki, əbobumuz M-dir. M-in yerinə 1 qoyaram. 2, 3, 4, 6 və 12 yazarım. Burada 40 N-ə bölünüb ki, əbob N-dir. N-in yerinə 1, 2, 5, 8, 10, 4, 20, 40 və s. Burada yenə 48 X-ə bölünüb ki, əbobumuz X-dir. X-in yerinə yazaram 1, 2, 3, 4, 6, 8, 12, 16, 24 və 48. 5-lə 6-nı artıq sərbəst yaza bilərsiniz uşaqlar. 4-cü tapşırığa baxaq. Uşaqlar, 4-cü tapşırıqda bizə artıq vurğuları verib, bu vurğulara görə məndən əbobu istəyir. Bir belə izah edəcəm sizə uşaqlar. Bu vurğular bir demək deyil. Ayın vurğuları 2 dənə 2, 1 dənə 3, 2 dənə 5. Benim vurğuları hansıdır? 1 dənə 2, 2 dənə 3, 1 dənə 5. Sadəcə biz A ilə B-yi bilmirik də. Vurğularını verib. A ilə B-yi bilmək heç bizə lazım deyil ki, indi gəlin ortaqları dairə eləyək. 2, 3 və 5. Onda mənim əbobum neçə olar? 2 vur 3 vur 5. Cavab 30. Bu bunun birinci yolu. İkinci yolu uşaqlar, heç bunları yazmağa da ehtiyac yoxdur. Əgər vurğular şəklində verir və sizdən əbob istəyirsə, birinci ortaqlarına baxıram. Hansı vurğular ortaqdır? 2, 3 və 5. Hər üçü ortaqdır. Birinci ortaqlar seçilir uşaqlar. İkinci ən azı götürülür. 2 böyükdür, 2 kiçikdir, 2'nin kvadratı 2, 3 kiçikdir, 3'ün kvadratı 3, 5 yoxsa 5'in kvadratı əlbəttə ki 5. Cavab 30. İkinciyə baxaq. Əbob. Ortaqlar 2'dir. 2 yoxdur uşaqlar. Bu bir tərəfdə 2 yoxdur. Ortaqlar hansıdır? Baxaq. 5 var. Bir də 7 var. Fikir verin, 3 ilə 11 ortaq deyil. Onlarla işim yoxdur əbobda. 5, ən azı 5 var. Bir də ən az 7 var. Cavab 35. 3. Ortaqlar 3'dür. 7'dir. Başqa ortaq yoxdur. 3'ün kubu 3'ün kvadratı. Yazaq əbob. 3'ün kvadratı vur, 7'nin kvadratı. 3'ün kvadratı 9, 7'nin kvadratı 49. 1, 8 yadda. 36'nın da üstünde 8. Cavab 441. 4'e baxaq uşaqlar. 4'də də yenə hansılar ortaqdır? 5 ortaqdır, 13 ortaqdır və s. Onda 5 vur 13. Cavab 65. 5'də 3 ortaqdır, 5 ortaqdır və s. Birində 11 var, birində 13. Ən az 3'ün kvadratı, bir də 5'in kvadratıdır. 3'ün kvadratı 9, 5'in kvadratı 26'ya baxaq. Ortaqlar 2 var, 7 var, bir də 13 var. Hər üçü ortaqdır. Az olan 2'nin kubu, 7'nin kvadratı və 13'dür. Yəni 8'i vuracağım 49'a, bir də vuracağım 13'ə. Cavabımı taparım. Deməli, vurğular veriləndə əbobu necə tapıram uşaqlar? Ortaq vurğuları seçirəm və ən azlarını götürürəm. Burada da qalıqlı bölmə əməlləri verilib. Deyir A ilə B tap. Gəlin istədiyimiz bir ikisinə baxaq uşaqlar. Birinci tapşırığa baxaq. A'yı tapanda 8'i 7'ye vuram 56 üstünə 4 gəlirəm 60. B'yi tapanda 8'i 10'a vuram 80 üstünə 4 gəlirəm edir 84. Məndən əbob istəyir. Gəlin 60 ilə 84'ü eyni anda vurğularını ayıraq. Hər ikisi bölünür 2'ye. 30, 42. Hər ikisi 2'ye bölünür. 15, 21. Hər ikisi 3'e bölünür. 5, 7.
Başqa heç bir ortağı yoxdur. 5-i 5-ə 1, 7-ni 7-yə. Onda ortaq vuruqlar hansı oldu? 2 vur, 2 vur, 3, cavab 12. Başqa birinə baxaq. 3-ə baxaq uşaqlar. Deməli A 12-ni vuraram 8-ə, üstünə 4 gələrəm. 12-ni 8-ə vursaq 96, üzərinə də 4 gəlsək 100. B 8-i 8-ə vurub üzərinə 6 gələrəm. 8-i 8-ə vursaq 64, üzərinə də 6 gəlsək 70. İndi gəlin 100-ün və 70-in vuruqlarına baxaq. 2-yə bölünür 50, 35. 5-ə bölünür 10 və 7. Başqa ortaq vuruq var uşaqlar? Xeyr. Onda əbobolar 2 vur 5 bərabərdir. Gəlin ikincisini də eləyək. 3 dərsində siz eləyərsiniz uşaqlar. Deməli A bərabərdir. 8-ə vuraram 6 üstünə 4 gələrəm. 8-i 6-ya vursam 48, üzərinə 4 gəlsəm 52. B-ni tapsam 9-u vuraram 6-ya, üzərinə 2 gəlirəm. 54-ün üstünə 2 gəlirəm. Eləyir 56. İndi 52 və 56-nın gəlin əbobunu tapaq. Hər ikisi bölünür 2-yə 26, 28. Hər ikisi bölünür 2-yə 13 və 14. Başqa hər hansı bir ədəd 14 ortaq bölünmür ki. 13 sadədir 1. 14 7-yə bölünür 2, 2 2-yə bölünür 1. Bizdən də bu istədiyi üçün ortaqları götürürük. 2 vur 2 bərabərdir 4. Sonra verilmiş ədədləri sayda vuruqlara ayırmaqla onların ən böyük ortaq bölənini tapın. Uşaqlar, fərqi yoxdur. İstəyir ikili olsun, istəyir üçlü olsun. Eyni qaydadır. Ayrı-ayrı da tapa bilərəm. Bir yerdə də tapa bilərəm. Gəlin birini ayrı-ayrı, vuruqlarını ayrı tapaq. Birində eyni anda eləyək. 24 2-yə, 12 2-yə, 6 2-yə, 3 3-ə 1. 36 2-yə, 18 2-yə, 9 3-ə, 3 3-ə 1. 60 2-yə, 30 2-yə, 15 3-ə, 5 5-ə 1. İndi gəlin ortaq vuruqlara baxaq. 2 2 bir də 3 oldu. 2 vur 2 vur 3. Cavab 12. Gəlin bir də eyni anda baxaq. Uşaqlar məsələn yazıb 28, 56 və 42. Baxın ikinciyə baxın. Eyni anda vuruqlarını ayıraq. Hər ikisi 3'ü 2'ye bölünür çünki cüzdür. 14, 28. Gəlin indi eyni anda baxaq uşaqlar. 28, 56 və 42. Hər üçü 2'ye bölünür. 14, 28 və 21. Uşaqlar 14'ün 28'i və 21'in hər üçünün eyni anda bölündüyü ədəddə 7'dir. 2, 4 və 3. Artıq heç bir ortaq yoxdur. 2'ni 2'ye bölürəm 1. 4'ü 2'ye bölürəm 2. 2'ye bölürəm 1. 3'ü də 3'e bölürəm 1. Bizdən nə bu istəyir? Ortaqlara baxaraq 7 vur 2 bərabərdir 14. Başqa birinə baxaq. Gəlin 26, 39 və 52'ye baxaq. (26, 39 və 52'nin uşaqları üçün də bölündüyü ədəd 13 olar. Daha ortaq. 13'e bölərəm 2, 39'u 13'e bölərəm 3, 54'ü də 13'e bölərəm eləyər 4. Başqa bölündüyü hər hansı bir ədəd var? Xeyr. 2'ni 2'ye bölərəm 1, 4'ü 2'ye bölərəm 2, 2'ye bölərəm 1, 3'ü də 3'e bölərəm 1. Yalnız ortaq neçədir? 13. Deməli, əbobu 13'dür. Yeddiyə baxaq. 1, 0, 8 rəqəmlərindən bir dəfə istifadə etmək 200'dən kiçik.
200-dən kiçik mən 180 yazaram. Bir də 108 yazaram. Ondan kiçik bir ədəd yaza bilmərəm ki. 8 ilə başlasam 200-dən böyük olar. 0 ilə başlayan hər hansı bir ədəd yox. Bütün mümkün 3 rəqəm ədədlər yazın. Bu ədədlərlə 54-ün ən böyük ortaq bölənlərini tap. Hər 3 ədədin əbobunu istəyir. 2-yə bölsəm 90, 54, 27. Hamısı 3'e bölünür. 30, 18, 9. Yeni 3'e bölünür. 10, 6 ve 3. 10'un altının ve 3'ün bölündüğü her hansı bir ortak yoktur. Ama 10'dan 6, 3'ü 3'e bölün 1. 10'dan 6 her ikisi 6'ya bölünür. 2'ye bölünür. 5 kalır. 3 kalır. 5'i 5'e bölerəm 1. 3'ü 3'e bölerəm 1. Ortaklar hansı oldu? 2 vur, 3 vur, 3. 2'ni 3'e 6, 6'nı 3'e cevap 18. Sayda vurğuları ayırmaqla ədədlərin qarşılıqlı sayda olduqlarını aydınlaşdır deyir 8-ci tapşırıqda. Uşaqlar, 32 ilə 45-in hər ikisinin bölündüyü ortaq bir ədəd yoxdur, qarşılıqlı saydadır. 47 ilə 58, 47 sayda ədəddir. Deməli, 58-də heç bir ortaq vurğu olmayacaq, qarşılıqlı saydadır. 16 və 75, 2 dənə mürəkkəb ədəddir. 75 5-ə 25-ə bölünür, 16 2-yə 8-ə bölünür. Heç birinə bölünmür, qarşılıqlı saydadır. 55 və 64, 55 bölünür 5-ə 11-ə, 64 bölünür 2'ye, 32'ye, 4'e, 16'ya qarşılıqlı saydadır. Yəni uşaqlar, bir ədədin vurğularına baxırıq. Əgər heç bir ortaq vurğu yoxdursa, deməli qarşılıqlı saydadır. Gəlin 49 ilə 72-yə baxaq. 49'un vurğuları 7, 7'dir. İndi 1 ilə 49'a heç demirəm. 70'in vurğuları nədir? 8, 9, 2, 36 və s. Heç bir ortaq vurğu olmadığı üçün qarşılıqlı saydadır. 9. Ədədlərin qarşılıqlı sayda olub-olmadığını müəyyən edin. Birinci qayda. 2 sayda ədəd mütləq qarşılıqlı saydadır. İkinci qayda. 2 mürəkkəb ədəd heç bir zaman qarşılıqlı sayda ola bilməz. Mürəkkəb qarşılıqlı sayda ola bilməz. 19 və 21. Biri saydadır, uşaqlar, biri mürəkkəbdir. İndi gəlin baxaq görək. Ortaq böləni var. 19 saydadır, ya biri 19'a bölünür. 21 də 19'a bölünmədiyinə görə qarşılıqlı saydadır. 10 ilə 15 hər ikisi 5'ə bölünür. Qarşılıqlı sayda deyil. 45 ilə 46 ardıcıl ədədlərdir. Həmişə qarşılıqlı saydadır. 15 ilə 34, 15 də mürəkkəbdir, 34 də mürəkkəbdir. Burada mürəkkəb deməyə uşaqlar cüt ədəd olduğu üçün. Çünki baxın mürəkkəbdir, amma qarşılıqlı saydadır. Mürəkkəb deməyə cüt ədəd olduğu üçün 12 ilə 23. Cütlərin hamısı da 2'yə bölünür axı. Ona görə qarşılıqlı sayda deyil. 15 bölünür 3'ə və 5'ə. 34 bölünür 2'yə 17'yə. Heç bir ortaq bölən yoxdur. Qarşılıqlı saydadır. 28 və 45. 28 bölünür 4'ə, 7'yə, 2'yə, 14'ə. 45 bölünür 5'ə, 9'a, 3'ə, 15'ə. Heç bir ortaq bölən yoxdur. Qarşılıqlı saydadır. 25 və 26 ardıcıl ədəd olduğu üçün qarşılıqlı saydadır. 39, 40 ardıcıl ədəd olduğu üçün qarşılıqlı saydadır. 42, 44 ardıcıl cüt ədəd olduğu üçün qarşılıqlı sayda ola bilməz. 33, 35 ardıcıl tək ədəd olduğu üçün qarşılıqlı saydadır. Hesablama aparmadan ədədlərin qarşılıqlı sayda olub-olmadığını müəyyən et. 32, 32 cüt ədədlər qarşılıqlı sayda ola bilmir. 13, 19 2 sayda ədəd mütləq qarşılıqlı saydadır. 24, 27 24 ilə 27 hər ikisi 3'ə bölünür. Qarşılıqlı sayda deyil. 18, 20 cüt ədəddir. Qarşılıqlı sayda deyil. 45, 46 ardıcıl ədəddir, qarşılıqlı saydadır. 25, 27 ardıcıl təkdir, qarşılıqlı saydadır. 46, 48 ardıcıl cüt, qarşılıqlı sayda olur. 35 ilə 40 hər ikisi 5'ə bölünür,
qarşılıqlı sayda deyil. 48, 49 ardıcıl ədəddir, qarşılıqlı saydadır. 33, 37 hər ikisi, bir dəqiqə. 37 saydadır, 33 mürəkkəb ədəddir və heç bir ortaq böləni yoxdur. Saydadır, qarşılıqlı saydadır. 56 və 58 hər ikisi cüt ədəd olduğu üçün qarşılıqlı sayda deyil. 39 və 63-ün hər ikisi 3-ə bölünür, qarşılıqlı sayda deyil. 47, 49 ardıcıl təkdir, qarşılıqlı saydadır. 52, 54 ardıcıl cüt ədəd olduğu üçün qarşılıqlı sayda deyil. Hesablama aparmadan cavabların səhv olduğunu izah edin və cavabı tapın. Gəlin baxaq. Uşaqlar, 60 15-ə bölünürsə, əbobumuz neçə olacaq? 15. 213 ilə 214 ardıcıl ədədlərdir. Əbobumuz 1-dir. Eyni ədədin əbobu özünə bərabərdir. 80-i 40-a bölürüksə, əbob 40-a bərabərdir. 105 35-ə bölünürsə, əbob 35-ə bərabərdir. Eyni ədədin əbobu özünə bərabərdir. 48 ilə 42